Məsələ burasındadır ki, bilirsən, bacıoğlu, bura gəlmənlər gəlmir. Gələnlər də qalmalıdır, gedirlər. Mağaza uzanır, bunları qormaz. Amma çox təəssüf ki, hüquq mühafizə orqanları təbii ki, insanların əsası qorumalıdır. Maral oxuma, gəl yetişin. Sahib müəllim, mən sizə bir söz deyirəm. Maraldır o. Maraldır o. Yox, bax, mən ölümü kişiyana söhbət edəcək, maral oxuyuram. Yaxşı havadır, olsun da, mənim üçün həmişə yaxşı havadır da. Allahın hər günü mənim üçün əzizdir. Özünüzə baxma. Salamatçılıqdır. Şikayəti nə baxın? Hansı şikayətimə baxırlar? Sən önlə Quran haqqı islahatın qaralımına da baxın. 40 dəfə deyiləsin, baxmayacaqlar. Niyə? Çünki mən təmiz adamam, sən yox. Sən məndən yazmaqda. Allah lənət eləyər vallahi. Sən Allah lənət eləsin. Hansı istədələrimizin görünə? Nə? Mehralının qədrini bilirsən. Mən Mənəfin qədrini bilirəm. 2 yük əmal bilirsən. Bəli. Gör sən nə deyirəm? 2 yükə düz deyirəm. Sən o sözü düz deyirsən kişi kimi. Nəyi? Ki, sən məndən ədalətlisən. Mən ədalətsizəm. Mən ədalətsizəm. Sən ol 100%. Niyə? Niyə? Dədin Mehralının da görə haqqı, dədin Mənəfin də görə haqqı. Dədin görə haqqı, səndən ədalətsiz adam yoxdur. Niyə? Sən deyim ki, sən dəvət edeyim, gəlməlisən də. Niyə gəlməlisən? Mən dövlət adamım. Sən dövlət adamı ol da. Gəlməyəcəksən. Kimdə? İstəməyən bir adam. Gəlməlisən də. Sahib, bunun üçün sən öl. Mən ciddiyə gedər amma. Gedib girərəm səfirliyə, əsəbləşməyəm. Nə qədərsən səfirlikdə? Sən o çıxmaram ha səfirlikdə. Ya, o olsun səfirlikdə, getdin oturdun orada, sonra nə oldu? Yəni, əminsən də, arxanaysın. Bəli. Nə deyəm, ay Sahib, mən ölümə, düzüylə düşmən eləmə. Sən ölmən getsəm, səhvs olar. Nə olacaq, asacaqlı, kesəcək də. Quran haqqı yox. Söz niyə? Basmayacaqlar, kəsməyəcəklər. Sadəcə onları uzaqlaşdırarlar. Hardayı? Vəzifirlər. Məni? Niyə? Bax, belə danışırlar. Hər dəfə yox, hər dəfə sən şikayət edin, mən kimi adamları uzaqlaşdırmalıdır. Sən o düşünmə sən. Sən mənə zor tətbiq edəməlisən. Nə zor tətbiq eləmişsin? Sən mən zorla niyə getirdin ki, bura? Hara getirdin? Sən demirdim sən. Sən xuliqanlıq eləmişsin də icra hakimiyyətində. Allah and olsun. And içirsən. Toba. Atamın qəbri. Atamın qəbri haqqı sən xuliqanlıq eləmişsin orada. Nəyə? Gülüb orada işləyicimi pozmuşdun da. Bəli. Sənətdə elə gedir. Bəli. Sağ ol. Mən o 2007-ci ildə burada sağ olun ki, hələ orada mən iş rejimi pozmuşadı. 2007-ci ildə burada Pagonun Azərlə Akif çıxartda istəyirik, 5 yıl tutdular. İş rejiminə görə nə qədər verəcəydiniz, nə? Yox, söz deyirəm, mən ölüm. Ayıb, Nə ayıb, deyək. Bələdiyyə qalamalıdır, Ağasəlim oğurlamalıdır. Mən onlara göz yummalıyam. Ağasəlimin də ağır. Mən cəhənnəm eləsin, zor eləsin. Niyə eləməsin? Mənim də onun dədəsinin dörü, heç kimin dörü, mənimdir o. Mənim sabah oğlum Rəmzinin o.